eyni zamanda təhsillə bağlı diplomunuz yoxdursa və blogerlik eləyirsinizsə 26 min manata qədər cərimə oluna bilərsiniz. Hansı ölkədə bilmək istəyirsinizsə sona qədər baxın. Mən isə xatırladım ki, Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Bugün olan xəbərlərin anonsları ilə tanış olaq. Bilirsiniz ki, dünyada 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Alimlərin yeni araşdırması çox maraqlıdır. Onlar deyir ki, arı zəhəri süd vəzi xərçənginin qarşısını almağa kömək edir. Bu yeni araşdırma haqqında detalları bilmək üçün xəbəri sona qədər izləyin. Arı zəhəri bu xərçəng növünü məhv edir. Avstraliyanın Qərbi Avstraliya Universitetinin alimləri bal arısı zəhərinin əsas komponentlərindən biri olan militsinin süd vəzi xərçəngi hüceyrələrinə qarşı təsirini araşdırıb. Tədqiqatın nəticələrinə görə bu maddə xüsusilə müalicəsi çətin olan və aqressiv hesab edilən şiş hüceyrələrinin məhv edilməsində perspektivli nəticələr göstərib. Araşdırmanın nəticələri Nature Precision Oncology elmi jurnalında dərc olunub. Militsinin mövcud kimyaterapiya preparatları ilə birlikdə istifadə edildikdə onların təsirini gücləndirə bildiyi qeyd edilib. Alimlərin məlumatına görə yüksək konsentrasiyada mellitin laboratoriya şəraitində süd vəzi xərçəngi hüceyrələrinin böyük hissəsini qısa müddətdə məhv edib. Eyni zamanda sağlam toxumalara minimal təsir göstərib. Tədqiqatçılar bildirib ki, mellitin xərçəng hüceyrələrinin membranını hədəfə alaraq onların çoxalma prosesini dayandırır. Bununla belə mütəxəssislər qeyd edir ki, nəticələr hələ ilkin mərhələdədir və insanların müalicəsində tətbiq üçün əlavə araşdırmalara ehtiyac var. Bir müddət əvvəl anaların hüceyrələrinin doğulandan ölənə qədər övladlarında qaldığı ilə bağlı maraqlı bir araşdırmanın nəticələrini təqdim eləmişdik. Bugün bu nəticələr tamamilə fərqli yöndə təqdim edilir. Məsələ burasındadır ki, elə uşağın da müəyyən özünə xas hissəcikləri ömür boyu anada qalır. Maraqlı xəbərdir, baxaq. Uşağın hüceyrələri illərlə ananın orqanizmində qalır. Amerika Birləşmiş Ştatlarının Arizona Dövlət Universitetinin alimləri maraqlı araşdırma nəticələrini açıqlayıb. Tədqiqat göstərib ki, hamiləlik dövründə dölə aid bəzi hüceyrələr plasenta vasitəsilə ananın orqanizminə keçərək müxtəlif orqanlara yayılır. Mütəxəssislərin məlumatına görə bu hüceyrələr beyində, qaraciyərdə, ürəkdə, ağciyərdə və digər toxumalarda yerləşərək uzun müddət qalmağa qadirdir. Araşdırma zamanı müəyyən edilib ki, döl hüceyrələri hamiləlik başa çatdıqdan sonra belə ananın orqanizmində 10 illiklərlə qalır. Alimlər bu prosesi fetal mikroximerizm adlandırır. Müşahidələrə görə bu hüceyrələr bəzən toxumaların bərpasında və sağalma prosesində müsbət rol oynayır. Lakin mütəxəssislər bildirir ki, onların təsiri hər zaman müsbət olmaya bilər. Bəzi hallarda bu hüceyrələrin immun sisteminə təsir edərək otoimmun xəstəliklərin inkişaf riskini artıra biləcəyi ehtimal olunur. Alimlər qeyd edir ki, ana olmaq qadın orqanizmində yalnız emosional deyil, hüceyrə səviyyəsində də uzun müddətli dəyişikliklər yaradır. Tibb, təhsil, maliyyə, hüquq sahəsində diplomunuz yoxdursa, amma bununla bağlı videolar çəkib, kontent hazırlayıb, sosial şəbəkə işlədirsinizsə, o zaman 26 min manata qədər cərimə oluna bilərsiniz. Bu qanunu Çin dövləti qəbul edib. Çox güman ki, yaxın zamanlarda digər dövlətlər də bunu nümunə olaraq götürüləcək. Məsələ burasındadır ki, hakimiyyət deyir, bunu eləməkdə əsas məqsədimiz ondan ibarətdir ki, insanlara dezinformasiya, yanlış məlumat verilməsin. Çində sosial media platformalarında fəaliyyət göstərən influencerlar və kontent yaradıcıları üçün yeni tələblər qüvvəyə minib. Yeni qaydalara əsasən 25 oktyabr 2025-ci ildən tibb, hüquq, maliyyə və təhsil kimi həssas sahələrdə məlumat paylaşan şəxslər öz peşə ixtisaslarını və ya müvafiq təhsillərini təsdiqləməli olacaqlar. Tələblərə əməl etməyən şəxslər isə ciddi sanksiyalarla üzləşə bilər. Qayda pozuntularına görə 100 min yuanadək təxminən 26 min manat cərimə tətbiq oluna. Həmçinin hesabların fəaliyyəti məhdudlaşdırıla və ya tam bloklana bilər. Çin hakimiyyəti bu addımın əsas məqsədinin internet şəbəkəsində dezinformasiyanın yayılmasının qarşısını almaq və paylaşılan məlumatların keyfiyyətini artırmaq olduğunu bildirib. Bununla belə yeni qərar ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olub. Bəzi şəxslər bunu istifadəçilərin yanlış məlumatlardan qorunması üçün vacib addım hesab etsələr də, digərləri bu tələblərin ifadə azadlığını məhdudlaşdıra biləcəyini düşünür.
Dünyada ilk dəfə olaraq Nobel mükafatı laureatları xanımlardır. Hələ ki, yaşıl Nobel laureatında, amma ümid edirəm ki, nə vaxtsa bütün Nobel alanlar hamısı xanım olar. Bu feminizm deyil, bu sadəcə olaraq aid olduğun cinslə fəxr eləməyə arzusudur. Xanımlar ekologiya sahəsində illərdir mübarizələrinin, əməyinin, əziyyətinin qarşılığını görüb. Çox maraqlı və qürur verici xəbərdir. İzləyək. Ekologiya sahəsində nüfuzlu beynəlxalq mükafatlardan hesab edilən və Yaşıl Nobel adlandırılan Goldman Ekoloji mükafatının 2026-cı il üzrə bütün qalibləri qadınlar olub. Mükafatın 37 illik tarixində ilk dəfədir ki, bir il ərzində seçilən bütün laureatlar qadınlardan ibarətdir. Qaliblər sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Nigeriya, Cənubi Koreya, Alyaska, Kolumbiya və Papua Yeni Qvineyadan olan fəallar yer alır. Onlar müxtəlif regionlarda ətraf mühitin qorunması, ekosistemlərin mühafizəsi, təbiətə zərər verə biləcək layihələrin qarşısının alınması və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində fəaliyyət göstərir. Mükafat laureatları hökumətlərə və beynəlxalq qurumlara təzyiq göstərərək ekoloji problemlərlə bağlı daha təsirli addımların atılması üçün çalışırlar. Mütəxəssislər hesab edir ki, bu ilki nəticələr qadınların ekoloji hərəkatlarda və iqlim dəyişiklikləri ilə mübarizədə artan rolunu bir daha nümayiş etdirir. O serialda məhz inanılmaz kəşflərin insanların həyatını necə faciəyə çevirməyi ilə bağlı seriyalardan birində məhz buna bənzər bir məqam da var idi. Bəli, düşünə bilirsinizmi? Artıq əsirləri işgəncə etməyə ehtiyac yoxdur. Bu papağı keçirdəcəklər başlarına və nə düşündükləri, hansı sirləri bildiyi məlum olacaq. Hər zaman deyirəm, yenə də təkrarlayıram. Gələcək gəlib. Düşüncələri mətnə çevirən ağıllı papaq hazırlanır. Amerika Birləşmiş Ştatının Kaliforniya ştatında fəaliyyət göstərən Sabi startapı insan düşüncələrini mətnə çevirən, qiyilə bilən neurointerfeys texnologiyası üzərində işləyir. Şirkətin hazırladığı xüsusi papaq və ya beret formasındakı cihaz beyində yaranan siqnalları oxuyaraq istifadəçinin daxili nitqini analiz edir və onu ekranda yazı şəklində təqdim etməyi hədəfləyir. Texnologiya qeyri-invaziv üsulla işləyəcək, yəni beyinə implant yerləşdirilməsinə ehtiyac olmayacaq. Sabinin açıqlamasına görə cihazda 70 mindən 100 minədək yüksək həssaslıqlı sensor yerləşdiriləcək. Süni intellekt dəstəyi ilə çalışan sistem düşünülən sözləri kompüter əmrlərinə çevirmək üçün hazırlanır. Mütəxəssislər bildirirlər ki, bu texnologiya xüsusilə danışmaq və ya hərəkət etmə imkanları məhdud olan insanlar üçün yeni ünsiyyət vasitəsinə çevrilə bilər. Şirkət ilk prototipi 2026-cı ilin sonuna qədər təqdim etməyi planlaşdırır. Bugünə olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.